Salam əziz müdavimlər və abituriyentlər. Bu dəfə biz sizlər üçün Məhəmməd Hadinin Türkün nəğməsi şeirini təhlil edəcəyik. Əvvəlcə baxaq, deməli, forma xüsusiyyətlərinə baxaq. Bilək ki, buradan vahidi nədir? Bənddir. Biz görürük ki, bəndlər şəklindədir. Və bəndlər şəklində eyni zamanda bunun daha doğrusu vahidi bənddir. Şəkli dörtlükdür. Baxın, 1, 2, 3, dörtlükdür. Lakin bir məsələ var. Burada baxın, görürsünüz, beşlik şəklindədir. Biri artıqdır. Daha sonra aşağıda 2-dir. 2 misra var. Bəzi təhlilçilər bunu belə götürür ki, bir dəqiqə buranı təmizləyək. Bəzi təhlilçilər bunu belə götürür ki, baxın, bu ilk 2 misra ki var. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Görürsünüz, bunu burada da gördünüz. Burada da gördünüz. Eyni zamanda burada da gördünüz. Bəzən bunu nəqarət kimi götürürlər və deyirlər ki, bax bu 6. Bu 6 misra 1. Daha sonra isə burada da 7 misra 1-dir. Bax, bəzi təhlilçilər də bunu belə götürür. Lakin ümumi şəkildə, yəni hərə bir cür təhlil eləsə də, kitab bizə necə vermişdirsə, elə biz də həmin formada təhlil eləməliyik. Ona görə də sadəcə bax bu yuxarı gördünüz buranı, Türkün tökülən qanları, bax burada da var, burada bunu nəqarət kimi də götürmüş ola bilərik. Biz ümumi şəkildə tədrisdə bizə necə verilirsə formada götürək. Yəni deyiləndə ki, vahidi nədir? Deyirik ki, vahidi bənddir və şəkli də dörtlük kimi götürürük. Yenə deyirəm, bax burada beşlik olması, birinin artığı olması, görürsünüz 1, 2, 3-cü bəndlərdə hamısında dörtlü deyə nisbətən burada beşliyin olması və yaxud da burada 2 misranın olması onun elə bir ki, deməli, dörtlü şəklində olmasını pozmur. Yəni ümumi dörtlü şəklində götürmüş ola bilirik. Belə, baxaq görək müəllif bu şeirlə bizə nəyə çatdırmaq istəmişdi? Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Görürsünüz burada bədii sualları gedərmi, hədərmi? Hər ikisi misrada biz bədii sualı görmüş ola bildik. Deyir ki, Türkün tökülən qanları, yəni havayı yerə gedər. Bir deyir, yaxşı düşün. Bu qanın hamısı deyir, hədər yerə gedər. 4 ildə, 4 il deyəndə 1914 və 18-ci illər, yəni 1-ci Dünya müharibəsini nəzərdə tutur. 4 ildə verilən deyir, bu qədər can hədər olmayacaqdır. Məfkurə nə deməkdir? Amal deməkdir, məqsəd deməkdir, əqidəli bir şəkildə öz, belə deyək, qoyduğu məqsədə doğru getməkdir. Məqsəd yolunda, yəni məfkurə yolunda tökülən qan hədər, yəni boş yerə getməyəcək. Daha sonra qiymətli olan, burada baxın bir məsələ var ki, bu xuni şəhidan söhbəti var. Biz bu xuni şəhidan söhbəti şəhid qanı deməkdir. Bax, bu şəhid qanı söhbəti bir də İstiqlal marşında var idi ya. Deyirdi ki, orada torpağı sıxsan şühəda fışqıracaq şühəda. Yəni torpağı sıxsan şəhid qanı fışqıracaq. Eynən bax bu xuni şəhidan söhbətini biz İstiqlal marşında demək əlaqələndirərək ortaq götürə bilərik. Qiymətli olan xuni şəhidana hədər olmaz, dul qalmış olan nöfey nisvan hədər olmaz. Qiymətli olan şəhid qanı hədər olmayacaqdır. Dul qalan, yəni yoldaşı müharibədə gedən qalan müharibədə həlak olan qadının nöfey nisvanı, yəni şivay-şivəni hədər olmayacaqdır. Bax deyir, sən sonuna himməti türkan hədər olmaz. Türklərin səyi, himməti türkan, türklərin səyi deməkdir, hədər getməyəcəkdir. Bədbəxt olan əfxani yetiman hədər olmayacaqdır. Bir dənə də bizim yetim obrazımız var idi ya. Yetim obrazımız kim idi? Nurəddin idi. Nurəddini yadda saxlayın. Xəttə fikir verməyin, əsas təhlildir. Və deyir ki, Türkün tökülən qanları bihudə gedərmi? Yenə deyir, buralar məlum məsələdir. Qan ilə qazandıq zəfəri, verməriz əldən. Biz zəfəri deyir, necə qazanmışıq? Qanla. Yəni bilirik ki, müharibə qandır, bəladır, fəlakətdir. Bu da deyir, biz bu zəfəri, yəni baxın, zəfər qazandıqlarının da şahid oluruq. Biz burada qan ilə qazanmışıq zəfəri, əlimizdən verməyəcəyik. Xof eyləmədik, atəşi dəhhaşə düvəldən, atəşi dəhhaşə düvəl dövlətlərin şiddətli müharibələrindən, yəni hücumlarından daha doğrusu deyir, biz xof eləmədik, qorxmadıq. Bax, bu dövlətlərin şiddətli hücumu bir əsərdə də var idi.
İngilis, Fransız, Yunan, hardaydı Zeybək qızında biz görmüş ola bilirdik ki, ortaq götürürük orada. Deyir ki, Zeybək qızında da deməli xarici hücumları var idi. Aha, bir zərrə belə qorxmayırız dəstə əcəldən. Biz əcəldən 1 qram belə, yəni bir zərrə də olsa deyir qorxmuruq. Deməli, istərsə cahan çevrili varsın da təməldən deyir, istəyir cahan özünün təməlindən, yəni başlanğıcından deyir çevrilsin. Türkün üzü çevrilməyəcək səmtə əməldən. Türkün üzü səmtə əməl nə deməkdir? Yəni yaxşı əməllərdən, barışdırıcı əməllərdən deyir çevrilməyəcəkdir. Türlər geri dönməyəcək müslih əməldən. Aha. Türlər geri dönməyəcək müslih əməl. Daha doğrusu müslih əməl yaxşı əməllərdir. Səmtə əməl öz istiqamətindən. Türkün üzü, bax belə deyək də, yəni demək istəyir ki, Türkün üzü çevrilməyəcək səmtə əməlindən. Özünün istiqaməti, tərəf mənasındadır o. Yəni özü hansı istiqamətə gedirsə o yolla da gedəcək. Yolundan dönməyəcəkdir və müslih əməl buradadır. Müslih əməldən, yəni özünün yaxşı, barışdırıcı, xoş əməllərindən dönməyəcək. Yüksək yaşamaq istər ikən cümlə miləldən, yəni əgər o millətlərdən, başqa millətlərdən cümlə bütün deməkdir. Miləldə millətlər deməkdir. Bütün millətlərdən deyir yaxşı yaşamaq istəyərkən, yəni o bu əməlindən dönməyəcək. Türkün tökülən qanlar bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Bu iki misranı biz 3 yerdə görürük. Nəqarət kimi də götürmüş ola bilərik ki. Və burada da bədii sualları görürük. Həmin o nəqarət adlandırdığımız hissələrdə biz bədii sualları görmüş ola bilirik. Ümumi şəkildə bax əsərdə belə deyək, bəzən verirlər ki, bədmin əhval-ruhiyyə yüksəkdir. Yəni müharibə olduğuna görə xeyr, bədmin əhval-ruhiyyə yoxdur burada. Tərənnüm var. Bir ümid var gələcəyə ki, yəni biz qalib gələcəyik burada. Daha doğrusu zəfərimiz var və biz yolumuzdan dönməyəcəyik. Gələcəyə ümid var. Yəni həmişə belə olacağıq və hər şeyin yaxşı olacağı istiqamətində. Yəni burada desək ki, tərənnüm varmı? Bəli, var. Tərənnüm əsasında yazılmışdı. Bir də bu, bax burada deyir ki, nöfey nisvan. Arvadların ağlaşma şivənini biz burada görürük. Bu arvadların yoldaşları müharibədə getmişdi, qayıtmamışdı və şivən qopardırdılar. Düzdür. Amma bəzi analar, deməli biz bir şeirimizdə də görürük ki, orada analar var. Anaların övladları gedib geri qayıtmayıbdı. Burada övladı gedib geri, burada yoldaşı gedib geri qayıtmır. Vay-şivən edir. Orada övladı gedib qayıtmır, amma vay-şivən eləmir. O həmin əsər Mən bizim anaları Günəşə tən tuturam əsəridir. Günəşə tən tuturam əsərində bir də bilirsiniz nə var? Ümid var. Fəqət gözlərində ümid sönməyənləri. Bu nə deməkdir? Yəni övlad gedib müharibəyə geri qayıtmayıb, düzdür, amma bu anaların ümidi sönməyibdir. Yəni qayıda bilər deyə ümid eləyirlər. Amma buradakı qadınlarda həmin ümidi biz görürükmü? Xeyr, görmürük. Yəni onlar yoldaşlarının qayıda biləcəyinə ümid etmirdilər. Məsələn, verər də olar. İndi bax bunların yoldaşları qayıtmır, vay-şivən edirlər. Orada övladları qayıtmır, vay-şivən etmirlər. Düzdür, ağlayırlar. Mən bizim anaları Günəşə tən tuturamda ağlamaq var, amma vay-şivən yoxdur. Burada ümid yoxdur yoldaşının qayıdacağını, amma orada övladının qayıda biləcəyinə ümid var. Çünki deyir ki, fəqət ürəklərində ümid sönməyənləri. Belə. Təmizləyək buranı, baxaq görək, təhlil hissəsində nələr var. Buraları özünüz oxuyacaqsınız, məlum məsələdir, amma yenə də qeyd eləyək ki, Əruzun Həzəc bəhrində yazılıbdır və ideyası məlum məsələdir, milli azadlıq uğrundadır, məfkürə yolunda mübarizənin getməsi və bu qanun hədər getməyəcəyidir. Yəni verər neçə il bunlar mübarizə aparırlar, 4 il mübarizə aparırlar. Bir də baxın, burada mübarizə aparıb zəfər əldə edirlər ki, həmin zəfəri əldən vermərik deyirlər. Amma Səsli qızda nə var idi? Onlar mübarizə apardılar, yəni uzun bir müddət mübarizə aparırlar. Daha dəqiqi desək, yəni 6 aydan çox bir müddət mübarizə aparırlar, lakin düşmənə məğlub olurlar. Biz o Səsli qızda məğlub olmanı, burada isə zəfərin olduğunu görürük. Bir də yadınızda qalsın. Bəzən testlərdə verir, deyir ki, dünya müharibəsinin, ümumiyyətlə, bax, birinci dünya müharibəsinin deyir, dünya xalqlarına gətirdiyi fəlakətlərdən bəhs olunur. Xeyr, yadda saxlayın. Dünya xalqlarına yox, sadəcə türklərin gətirdiyi bəladan söhbət gedir. Sadəcə türklərin başına gətirilənlərdən burada söhbət gedir. Başqa dövlətlərdən yox. Belə, ümidvaram ki, təhlilimiz sizlər üçün faydalı olacaqdır.